Obezite sadəcə artıq çəki demək deyil, bütün bədənə təsir edən və gizli gedən bir metabolik xəstəlikdir. Nədir metabolik xəstəlik, metabolik sindrom? Piyələnmə ilə bərabər yüksək təzyiq, yüksək şəkər, xolesterin miqdarının qanda çox yüksək olması, daxili orqanlarda yağlanma və s. deməkdir. Bu saydığımız xəstəliklər, yəni metabolik sindrom ölüm riskini 5 dəfəyə qədər artırmaqdadır. Əgər artıq çəkidə uzun müddətli pəhrizlər, idman, fitness hərəkətləri arıqlamaqda fayda vermirsə, insulin direnciniz hələ də yüksəkdirsə, yüksək təzyiq və şəkərdən əziyyət çəkirsinizsə, bu zaman cərrahi yöntəmlərə baş vurmaq lazımdır. Cərrahi yöntəmlər nədir? Mədə kiçiltmə, mini qastrik bypass və s. əməliyyatlardır. Bu əməliyyatlar sadəcə arıqladıcı əməliyyatlar deyil. Eyni zamanda bu əməliyyatlardan sonra insulin müqaviməti, insulin direnci düşür, təzyiqiniz normallaşır, şəkəriniz stabilləşir, fiziki aktivliyiniz artır, həyat keyfiyyətiniz yaxşılaşır. Bugünün piyələnməsi sabahın şəkər xəstəliyi, təzyiq xəstəliyi deməkdir. Piyələnmə sizin qədəriniz deyil. Bir addımla sağlamlığınıza qovuşa bilərsiniz. Bu kimi maarifləndirici videoların davamını gəlməsini istəyirsinizsə, bizi YouTube kanalından takip edin və yorumlarda suallarınızı yazmağı unutmayın.